Bazar günü mayın 25-də axşam saatlarında Rusiyanın Tatarstan Respublikasının Yelabuqa şəhərində partlayışlar baş verib. Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkonun bildirdiyinə görə, pilotsuz təyyarələr Rusların Ukraynaya hər gün hücum etmək üçün istifadə etdiyi şahid tipli dronlar istehsal edən zavoda hücum edib. Bundan əlavə, Rusiya Federasiyasının Ivanovo vilayətindəki kimya zavodu da hücuma məruz qalıb. Kovalenko Telegramda yazıb, düşmənin hücumlarına baxmayaraq naməlum pilotsuz təyyarələr Rusiya Federasiyasının Yelabuqa şəhərində şahidlərin istehsal olunduğu yerdə, eləcə də Rusiya avadanlıqları və silahları, o cümlədən raketlər üçün komponentlər istehsal edən Ivanovo vilayətindəki kimya zavoduna hücum edib. Qeyd edək ki, Yelabuqa şəhəri Kama çayının sağ sahilində Ukraynadan 1700 kilometr məsafədə yerləşir. Rusiya Telegram kanalı Astranın bildirdiyinə görə Ivanovo vilayətinin Kinişma şəhərində partlayışlar baş verib. Yerli sakinlərin dediyinə görə Dmitrievski kimya zavodu hücuma məruz qalıb. Ivanovo vilayətinin əməliyyat qərargahı Kinişmada bu hücumun təsdiqləyib və onun dəf edildiyini bildirib. Hesabatda deyilir, sənaye zonasında hava qalıqları qeydə alınıb. İlkin məlumata görə xəsarət alan yoxdur. Qablaşdırmanın saxlanması üçün yardımçı bina zədələnib. Xüsusi xidmət orqanları qalıqların aşkarlandığı yerdə işləyir. Tulada hadisənin şahidləri zavodların yerləşdiyi yerlərdə partlayışlar barədə məlumat veriblər. Pilotsuz təyyarələr Aleksin və Novomoskovskaya da hücum edib. Orada və Tulanın bir sıra rayonlarında yaxşı dronların gəlişindən sonra elektrik kəsilib. İnternetdə Splad müdafiə zavoduna hücumun videosu yayımlanır, lakin videonun aktuallığı hələ təsdiqlənmir. Lav raket buraxılış qurğuları, zenit raketləri, ağır olsaçan sistemlər və onlar üçün döyüş sursatı istehsal edir. Bu ayın əvvəlində zavod 2 dəfə hücuma məruz qalmışdı. Rusiya Müdafiə Nazirliyi bildirib ki, bir gecədə Rusiya ərazisi üzərində Bryansk, Belgorod, Kursk, Tula, Aryol, Kalga, Ivanovo, Ryazan, Vladimir, Yaroslavl vilayətlərində, eləcə də Moskva vilayəti və Tataristan Respublikasında 96 Ukrayna pilotsuz təyyarəsi ələ keçirilərək vurulub. Вань, пошел вниз. Ебать. Блядь, ой, пизда. Ничего себе. Вот это перелет. Ебать! Вот они по заводу уже хуйня. По заводу, блядь! Блядь, я как на работу идти завтра, блядь. Ебать. Ебать! По нам сейчас не пойдет. Ебать, что за хуйня? Ебать. Ебать. По нам сейчас не пойдет. Ебать, что за хуйня? May ayında Rusiya zavodlarına, o cümlədən unifikasiya olunmuş panelləşdirmə və korreksiya modulları istehsal edən müəssisələrə bir sıra uğurlu hücumlar həyata keçirilib. Ayın əvvəlindən etibarən Ukraynanın müdafiə qüvvələri düşmənin müdafiə sənayesi üçün məhsul istehsal edən Rusiya müəssisələrinə zərbələr endirib. Məlum olub ki, Ukrayna sərhədinə yaxın yerləşən Bryansk vilayətindəki Strela Açıq Səhmdar Cəmiyyəti adlı müəssisə demək olar ki, məhv edilib. Bundan əlavə Enpo Bazalt Açıq Səhmdar Cəmiyyətimə də hücum edilib. Enpo Bazalt ASC-nin əsas müəssisəsi Moskvada yerləşir. Eyni zamanda Ukrayna Təhlükəsizlik Xidməti Moskva vilayətinin Krasnoarmeysk şəhərindəki elmi tədqiqat və istehsalat obyektinə zərbə endirib. Enpo Bazalt Tula və Kostoma vilayətinin Nerexta şəhərində də istehsal obyektlərinə malikdir. Hücuma məruz qalan obyekt Ukrayna sərhədindən təxminən 500 kilometr məsafədə yerləşir. Ukraynalı hərbi ekspert Valeri İlyabov bildirir ki, Rusiya bütün hərbi obyektlərini hava hücumundan müdafiə sistemləri ilə qorumaqda çətinlik çəkir. 22 may gecə hücumundan sonra Moskva, Tula və Aryol vilayətlərində baş verən partlayışlar da bunu təsdiqləyir. Ola bilsin ki, hər şeyi qorumaq mümkün deyil və düşmənin yüzlərlə hələ də zəif qorunan obyektləri var. Ukraynanın müdafiə qüvvələri isə bundan faydalanır.
Bugün Rus sosial şəbəkələrində yayılan panikada bunu aydın görmək olur. Orada açıq şəkildə Ukraynanın geniş miqyaslı hücumundan danışırlar. Ən əlamətdar hadisələr isə Moskva vilayətində Tula və Oryol bölgələrindəki partlayışlardır. Rusiya mənbələrinin şahid ifadələrinə əsasən EMPO bazalt müəssisələrindən birinə ehtimal edilən hücumdan danışmaq olar. Göstərir ki, Ağ Evdə atəşin dayandırılması ilə bağlı deyilənlərə baxmayaraq, Ukraynanın müdafiə qüvvələri düşmənin hərbi potensialını zəiflətmək məqsədi ilə ilk növbədə müdafiə sənayesi obyektlərini hədəf alaraq irəliləməyə davam edir, deyə o bildirib. Bazalt müdafiə sənayesində iri istehsalçılardan biridir və bir neçə filialı var. Bu şirkət mərmilərdən başlayaraq aviasiya bombalarına qədər geniş çeşiddə sursat istehsal edir. Bununla yanaşı Şevlovski Val zavodunun istehsal obyektlərindən biri də məhv edilib. Bu obyekt bu ilin yazında yenidən inşa edilmişdir. Gəlin bu şirkətlərin fəaliyyətinə daha yaxından baxaq. EMPO Bazalt Açıq Səhmdar Cəmiyyəti 1916-cı ildən fəaliyyət göstərir və hazırda Rusiya dövlətinə məxsus Rosterks dövlət korporasiyasının tərkibinə daxildir. Şirkətin məhsulları arasında aviasiya silahları, tank əleyhinə vasitələri, müxtəlif növ və kalibrli minaatan mərmiləri və digər sursatlar yer alır. Xüsusilə qeyd etmək lazımdır ki, EMPO Bazalt Rusiya işğalçı qüvvələri tərəfindən aktiv şəkildə istifadə olunan OMBK dəstinin tərtibatçısı və istehsalçılarından biridir. 2024-cü ildə şirkət 7 il sınaqdan keçirilmiş BK-500 Ludrel adlı klaster planirləşən bombanın istehsalını planlaşdırdığını elan edib. Şevlovski Val müəssisəsinə gəlincə, bu zavod Rosterksin tərkibində fəaliyyət göstərən EMPO yüksək dəqiqlikli sistemlərə daxildir.